Salam olsun hidayətə tabi olanlara. Amin. Əziz müsəlmanlar, gözəl dostlar, Allahımız Nur surəsi 30-cu ayədə ilk olaraq kişilərə buyurur. Mömin kişilərə de ki, buyurur, gözlərini haram edilmiş şeylərdən çevirsinlər. Belə baxırdın, görürdün, çevirməzdin. Yəni gözünü çevirməzdin. Ayıb yerlərini qorusunlar, yəni örtülü saxlasınlar. İndiki geyimləri Allah uzaq eləsin. Yəni Pakistan geyimləri indi əsl düzgün olan geyimdir. Onda inşallah ki geyinərlər, əgər istəsələr hər kəs istəsə geyinə bilər də inşallah. Sonra Allahımız buyurur ki, bu onlar üçün ədəb, ərkan, təmizlik baxımından daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Demək, Allahımız birinci kişi xeylaqlarına buyurur 30-cu ayədə ki, mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər və ayıb yerlərini örtülü saxlasınlar. Sonra isə 31-ci ayədə, ardınca 31-ci ayədə Allahımız buyurur ki, mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, eynilə kişilərə deyildiyi kimi buyurulur. Sonra ayıb yerlərini qorusunlar, yəni örtülü saxlasınlar. İndiki Allah uzaq eləsin bizdən İraq, o gözdən İraq, üzdən İraq geyimləri Allah göstərməsin. Göstərməsin Allah. Nədən belə oldu? Mənim zamanımda belə deyildi. Mənim uşaq vaxtım, institut vaxtım, bu biabırçılıq yox idi. Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər. Mütləqa baxmaq olmaz heç bir haram şeyə. Kişidir, qadındır, gözə gəlimli yerlərdir, nə bilim, hər bir şey, ya əşyadır, ya insan, yəni onu bir də vurğulayım, gözə gəlimli yerləridir, ayıb yerləridir, açıq olan belə haram şeylərdən, örtülü olanlardan da Allahımız buyurur ki, haram buyurulmuş şeylərdən mömin qadınlar gözlərini çevirsinlər və ayıb yerlərini örtülü saxlasınlar. Öz-özlüyündə görünən istisna olmaqla zinətlərini, yəni gözü gəlimli yerlərini göstərməsinlər. Baş örtüklərini də yaxalarının üstünə çəksinlər. Ardı da var ayənin və əsas ağıllı insanlar, düşünən insanlar bilir Allah nə buyurur, eşitdilər də, bilənlər də təkrar zikrə, fikir vermək amalı ilə zikr əhlindən olmaq çabası ilə bu ayəyə mütləq fikir versinlər, fikir versinlər. Nur surəsinin birinci, ilk ayəsi. Allahımız buyurur ki, ilk ayədə nə buyurur? Bu, nazil edib hökmlərini vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alsınlar. Hökmləri vacib buyurulmuş ayələrdir. Bayaq oxudum. Nur surəsi 30-31-ci ayələr. Əgər hər kəs üz çevirərsə Qurandan,
Allahımız cəhənnəmi nə üçün yaratdığını da açıq, aşkar, gözəl buyurubdur. Allah buyurubdur. Allah buyurubdur.